Salam değerli avtomobil sürücüləri, sizə bir dənə maraqlı şey göstərəcəm. Əsasən də BYD avtomobil sürücüləri üçün maraqlı olacaq. Çalışın avtomobilinizin mühərrik yağını vaxtında dəyişin. Avtomobilinizin mühərrik yağını vaxtında dəyişməyəndə bax nəticəsi bax belə olur. Olduqca bərbad gündədir. Bir dənə buna baxın. Bismillah, buna baxın. Bu avtomobilin qeyd edim ki, motorla 13.000 km məsafə qət edilib. 13.000. Çalışın BYD avtomobil sürücüləri 7.000, 8.000 aralığında C5, C6 standartı tələbi ilə yağını vaxtında dəyişin. Dəyişməsəz, bax nəticəsi bu olacaq. Anlaşarsınız, bax keyfiyyətli mühərrik yağları bizim mərkəzin xidmətlərindən də istifadə edə bilərsiniz. 17-ci mikrorayonda billur keçəndə Səda marketə çatmamış.